İran öz nadanlığının fəlakətini çəkir. Yəni, yaranan bir gündən ölüm olsun Amerikaya, ölüm olsun İsrailə, ölüm olsun Şurayviyə deyib bağırıb. Öz ölkəsində dövlətin dini ədalətdir. Ədalət olmayan yerdə heç vaxt sən o zülümlə deyir, abad olan dağılmağa məhkumdur. Yəni, bu rejim gələndən, bax, mən ən azı dini inancı olan insanım. Bizim örnəyimiz kimdir? Peyğəmbər. Peyğəmbər cəmi 23 il Peyğəmbərlik eləyibdir. Onun da 10 ildə təbliğat aparıb 40 nəfər iman gətirən olubdur. Yəni, cəmi belə deyək də, hakimiyyət o qüvvəni ələ aldığı 10 il olmayıb. Bu 10 ilə bütün bu Ərəbistan yarımadasını ən azı İran müsəlmanlaşdırdı. Yəni, bunun əxlaqına görə, apardığı mübarizəyə görə, ədalətinə görə insanlar iman gətirdi. 47 ildir bu hakimiyyətə gəlib. 47 ildir İslam adında hökmranlıq edir. Nə əldə edibdir? Ancaq İslama yaradıb, təkrar edirəm, nə kommunisti, nə xaç yürüşləri İslama İranın vurduğu zərbəni vurmayıbdır. Və gələndən də molla istehsal edir. Molla istehsal edir, Azərbaycana molla ixrac edir, İraqa molla ixrac edir, Türkiyə molla ixrac edir. Yəni, bugün elmi texniki tərəqqi olan yerdə mən bunu dəfələrlə vurğulamışam ki, 21-ci əsr Ləman xanın kəşflər, ixtiralar əsridir. Hər hansı bir millət bunu anlamadısa, məhvə məhkumdur. 21-ci əsr, bir daha vurğulayıram, kəşflər, ixtiralar əsridir. Bu nə ilə eləyəcək? Sən dediyin, bax, bir balaca İsrail, 19 milyon əhalisi var, Abşeron yarımadasından kiçik bir ərazidir. Bütün ərəb ölkələrini rəzil günə qoyubdur. İranın da 90 milyon əhalisi var, ərazisi də 100 dəfə İsraildən böyükdür, 100 dəfə. Yəni, nə ilə səni yerindən yeksan eləyir? Yəni, sən yatağında bütün ali başı, dini rəhbərindən tutmuş, bütün ödə bir semişqa kimi deyir səni. Nə ilə vurursan? Və bunu o əməldə eləyir, sən dediyin o faktiki eləyir. Yəni, niyə? Çünki sən hakimiyyətə gələndən, ölkəndə ədalətli cəmiyyət yaratmaq əvəzinə, elmi inkişaf elətdirmək əvəzinə, texnologiyanı inkişaf elətdirmək əvəzinə molla istehsal elədin. Molla ixrac elədin xarici ölkələrə. Ancaq bərgi-bərgi Amerika, bərgi-bərgi İsrail dedin, Sovet Şurayvi qağılandan sonra Şurayvindən ağız-ağız öpüşdün. Yəni, Rusiyada Şurayvi deyil. Yəni, sən burada Azərbaycanla özü düşmən elədin, Türkiyə ilə düşmən elədin, məzhəbçiliyi ilə, yəni, heç yana getmək mümkün deyil. Yəni, məzhəbçilik düşmənin əslində ən böyük bizi fəlakət ki, bax, orada Pejak 50 mindən artıq, mən Güney Azərbaycanla bir səndə hər gün əlaqədəyəm. Yəni, ora mənim bütün həyatımın mənasını Azərbaycanın bütövləşməsidir. Mən bir günün, bir saniyəm yoxdur ki, mən vahid Azərbaycan oğluna düşməyəm. Oradakı durumu bilirəm. Yəni, Pejakı silahla 50 mindən artıq Pejakı silahlandırıblar, hazır vəziyyətdə saxlayıblar. Hələ Türkiyə ultimatum verdi, birdən dayandılar. 40 mindən artıq IŞİD həmin Pejakın rəhbəriyyatını türmədə idi Suriyada. Yəni, Amerika bütün IŞİDin 40 mindən artıq IŞİDin silahlı qüvvələri var, onların əlindədir. Yəni, sabahları orada sünni-şiə davası salacaqlar, xalqlar arasında münaqişə yaradacaqlar. Ona görə mən fürsətdən istifadə edib, bütün İran ərazisində yaşayan xalqlara, Kürdlərə müraciət edirəm, Lovlara, Bəlüşlərə, Azərbaycan türklərinə, Farslara, bu düşmənçiliyə getməyən, sabah vətəndaş müharibəsi salacaqlar. İdarə edilən xaos nəzəriyyəsi ilə bunlar bütün dünyanı idarə edirlər, qana salxılayırlar. Yəni, buna imkan və bunların da həmin onlardan elə o molla başlardan da istifadə edirlər. Yəni, bunlar gətirirlər, prinsip nədir də? Bunu mən dəfələrlə vurğulamışam ki, bir ölkə gətirirlər, bir var demokratik ölkə. Millət qalxır, istənilən bir ölkə. Ləman xanım, təbii sərvətləri, milli sərvətləri ədalətlə cəmiyyətdə bölünəndə o ölkə inkişaf edir. O ölkənin inkişafının qabağını almaq mümkün deyil. Yəni, millət olaraq, ölkə olaraq inkişaf edirlər. Ona görə bu inkişafın qabağını almaqdan ötürü bunlar gətirib bir dənə diktatoru, Səddam kimi, Qəddafi kimi, Bəşər Əsəd kimi, 60 il Bəşər Əsəd, Hafiz Əsədlə bəri tutanda bunu hakimiyyətdə kimi saxlayırdı. Onlar gətirirlər hakimiyyətə, həmin ölkənin sərvətini,
bütün talayırlar 5% zümrənin əlində. Məsələn, bütün millətin əlinə toplanan sərvət almaq mümkün deyil axı. Ancaq bir qrupun əlində toplaşan sərvət, bunların özləri nadancasına da bu ümid yaradırlar ki, ay filan beynəlxalq bankda filan vaxtı qoyulan 100 manat olub milyon manat. Onu da reklam edirlər, ölkəsini talayır, həmin beynəlxalq banklara aparır, doldurur və xalqında da nifrət yaradır. Bəli, xalqa etdiyi zülmə görə də xalqla hakimiyyət düşmən mövqeyində olur həmişə. Necə ki, indi İran xalqı sevinir ki, kim olur olsun, tək bu rejim geçsin. Bu rejimə qarşı nifrət. Ondan sonra bu rejimi aparırlar, onun başçılarının yığdığı milyardlar qalır onlara, nümunəsi üçün konkret Qəddafın milyardları hardadır? Səddamın milyardları hardadır? Həmin Rıza Şah Palanilərin milyardları hardadır? Və ondan sonra bunu məhv eləyirlər, bunu məhv eləyirdən sonra növbəti gətirirlər. Xalqlar sevinclə, şadlıqla öz növbəti faciələrini alqışla qarşılayırlar. Ona görə mən deyirəm ki, mən həyəcan təbili çalıram. İllərdir bunun, çünki mən 46-cı il yaşamışam, o Konfuçiyun fikrini dəfələrlə misal gətirmişəm, deyir, tarixin, ibrət dərslərindən nəticə çıxartmayan xalqları yeni faciələr gözləyir. Yəni 47-100 il bir millətin tarixində bir andır. Biz 46-cı ilin faciəsini yaşamışıq, biz Səttarxan dövründə hansı məşrutiyyəti Azərbaycan gətirdi İran ərazisində. Ancaq sonda Səttarxan Tehranda məhv edildi, getdi. İndiki vəziyyətdə İrandan bizə o Şəhriyarın məşhur şeiri vardı. Deyir, övladların İran üçün şəhid oldu. Əvəzində dərd almısan, qəm almısan sən İrandan Azərbaycan. Bəsdir fəraq odlarından külələndi başımıza. Dur ayağa ya azad ol, toya tamam yan Azərbaycan. Yəni bu İrandan dərd almışıq da. İranın, bugünkü İranın mədəniyyətində yaradanın böyük əksəriyyəti, bunu vurulamışam. Bax, Azərbaycan tutaq ki, İran ədəbiyyatına baxsan, İran Fars ədəbiyyatının möhtəşəmliyindən danışırlar da, Fars ədəbiyyatını yaradan, bax, Nəsimi ərəb dilində yazıbdır, Fars dilində yazıbdır, Türk dilində yazıbdır. Füzuli ərəb dilində yazıbdır, Fars dilində yazıb, Türk dilində yazıb. Son Şəhriyarımız, Fars mədəniyyətini, Şəhriyarın şeirinə bərabər Fars şairi yoxdur. Ancaq bunlar bir dənə fars tapa bilməzsən ki, Türk dilində şeir yazıbdır. Yəni, bütün milli haqlarımız, biz bu İran üçün əsrlərdir şəhid olmuşuq, qan töymüşük, can vermişik, bütün milli haqlarımızdan məhrum olmuşuq. Bunu nəticə çıxartmalıyıq. Biz vaxtında hazır olub, bizim yeganə yolumuz müstəqillikdir. Bəli, bu savaşı biz başlamamışıq. Biz bu qanı alqışlaya bilmərik, bu cinayəti alqışlaya bilmərik. Ancaq bizim bu günlər imkanımız var, Amerikanın qabağında dayanaq. Bizim bu günlər imkanımız var, İsrailin qabağında dayanaq. Dünya hökmüyən Trump'ı əlində barmağında oynadır. Netanyahu barmağında süs höküm oynadır. Yəni onun qabağında bizim imkanımız var, bunun qabağını alaq. Ancaq bəli, biz bu məqamdan, bu tarixi fürsətdən, məqamdan istifadə etməliyik. Öz vətənimizin azadlığına nail olmalıyıq. Ona görə Güneyli soydaşlarımıza müraciət edirəm. Bu rejim ölümə məhkumdur. Bu rejimin qalması mümkün deyil, ola bilsin ki, 3 gedəcək mi? Mütləq. Yox, yəni bu proseslər çərçivəsində gedəcək mi? Yoxsa bəzən belə deyirlər ki, yox, bu rejim elə 4 il, 5 il... Ləman xanım, mən bunu 10 illər bundan əvvəl həyəcan səbili çalmışam. Bax, bizim Sevinç xanımla müsahibəmiz olubdu, elə Zahir Qəriboğlu ilə müsahibəm olub, təxminən 10 il bundan əvvəl internetdə durur, onda mən həyəcan təbili salırdım ki, Azərbaycan İranı dağılacaqlar, İran dağılacaqdır. İran dağılacaqdır. Ölümə məhkumdur. Biz hazır olmalıyıq. Biz hazır olmalıyıq. Mütləq səviyyədə bir daha altını cızaraq deyirəm, bu rejim ölümə məhkumdur. Bu rejimin yaşamaq şansı yoxdur. Hətta heç bir müdaxilə olmasa yoxdur. Çünki təfəkkür, o məşhur Sabirin şeiri var, harda müsəlman görürəm, qorxam, cin görürəm, qorxmuram, aslan görürəm, qorxmuram, vulkan görürəm, qorxmuram, şeirin mahiyyətini deyirəm. Deyir, ancaq harda müsəlman görürəm, qorxuram. Deyir, bə məndən soruşmursunuz ki, niyə qorxuram? Deyir, çünki bu batmışların fikrini qanqan görürəm, qorxuram. Çünki bunların fikri cahildir, nadandır. Bu düşüncə 21-ci əsrdə bu təfəkkür ölümə məhkumdur. Bu yaradıcı təfəkkür deyil, bu qurucu təfəkkür deyil, bu yaşadıcı təfəkkür deyil. Onsuz da bu rejim ölümə məhkumdur. Və 99% deyirəm ki, Netanyahu ilə Trump'ın dövründə bu rejimə son qoyulacaq.
3 gün gec, 5 gün tez. Bu prosesdə daha gedəcəkdir. 99% gedəcəkdir. Və ortalığa çıxartdıqları adamları da vuracaqlar.